Dostlar, hamımız Disney çizgi filmləri ilə böyümüşük, elə deyilmi? Pinokio, Cinderella, Peter Pan, Mickey Mouse. Amma çoxumuz bilmirik ki, bu nağılların arxasında çox ağır və üzücü bir həyat hekayəsi dayanır. Walt Disney uşaq yaşlarında çox çətinliklərlə üzləşmişdi. Onun ailəsi daim bir yerlərə köçürdü. Bir gün Chicago'da idi, bir gün Missouri'də. Daha sonra isə Kansasa yerləşdilər. Onlar maddi cəhətdən çox çətinliklər yaşadıklarına görə qardaşları və Walt uşaq yaşlarında işləməyə məcbur qalmışdılar. Məhz ona görə məktəb Walt üçün ikinci planda olmuşdu. Amma Walt fərqli idi. O çox vətənpərvər və çalışqan bir uşaq idi. 16 yaşında Amerika 1-ci Dünya müharibəsinə hazırlaşanda Walt orduya yazılmaq istədi. Amma onu yaşın çatmır deyib qəbul etmədilər. Amma Walt vazgeçmədi. O, doğum tarixini dəyişib Qızıl Xaç birliyinə qoşuldu. O vaxtdan Waltın həyatında bir şey aydın oldu ki, hər maneəyə qarşı o çıxış yolu tapacaq. Müharibədən qayıdandan sonra çəkilişlərə başladım. Bir qəzetdə karikaturacı kimi işə başladım. Amma onu oradan qovdular. Kifayət qədər yaradıcı deyilsən deyib işdən uzaqlaşdırdılar. Siz indi təsəvvür edin, indi tarixə düşmüş məhz o insanı o vaxtda kifayət qədər yaradıcı deyilsən kimi adlandırmışdılar. Amma Walt yenə də vazgeçmədi. O qardaşı Roy və dostu Ube Werks ilə kiçik bir studiya açdılar. Orada ilk animasiya işləri olan Laugh-O-Grams'ı yaratdılar. Hətta bununla bağlı Kansasda uğur da qazandılar. Walt çox sevinirdi. Özünü həqiqətən doğru yolda hiss edirdi. Amma çox keçmədi, onun pulu qurtardı, maaşları ödəyə bilmədi və studiyası iflas etdi. Çoxları olsa burada dayanardı, amma Walt yenə də dayanmadı. O yenidən qardaşı Roy və dostu Ivex ilə birlikdə studiya açdılar və həmin o studiyada həmin o tarixə düşəcək sıçanı yaratdılar. İlk əvvəl o animasiyanın adını Mortimer qoymaq istədilər. Amma Walt'ın həyat yoldaşı söylədi ki, bu ad uşaq ruhuna uyğun bir ad deyil və beləliklə həmin animasiyanın adını Mickey Mouse adlandırdılar. Bir sıçanla başlayan bu yol milyonların qəlbinə yol tapdı. Walt Disney'in sözləri ilə desək, irəliləməyə davam edirik, yeni qapıları açırıq və yeni işlər yaradırıq. Çünki marağımız bizi yeni yollara aparır. Əgər irəliləməyə cəsarətimiz varsa, bütün arzularımız gerçəkləşə bilər. Disney ömrü boyu yüzlərlə film, onlarla unudulmaz qəhrəman, milyonlarla insana ilham verdi. O, 65 illik həyatına 5 Oscar, 31 Akademiya mükafatı sığdırdı. Ölümündən az əvvəl belə hələ də o yeni layihələr haqqında düşünür və gələcək planları qururdu. Çünki onun üçün xəyal qurmaq heç vaxt dayanmırdı. O bizə bu sözü miras qoydu. Gülüş zamansızdır, arzular sonsuzdur. Bax belə dostlar, bizim uşaqlığımızın nağıllara çevirən insanın həyatı heç də nağıl kimi olmayıbdır. Amma o, İnamı, çalışqanlığı ilə nəinki öz həyatını dəyişdi, milyonlarla insana həm həyatını dəyişdi, həm də ilham verdi. Walt Disney'in həyatı bizə bir şeyi öyrətdi. Uğur asan deyil, amma imkansız da deyil. Walt Disney nə qədər iflas etdi, nə qədər işlərdən qovuldu, amma yenə də vazgeçmədi. Unutmayın, hələ də gec deyil. Hansı yaşda və hansı vəziyyətdə olmanızdan asılı olmayaraq bütün arzularınızı gerçəkləşdirə bilərsiniz. Yetər ki, xəyal qurmaqdan vazgeçməyin.